İsmail müəllim sağ olsun. Allah kömək olsun. Çox sağ olun. Ağcabədi şəhərində şəhid Nicat Cabbarov adına olan küçədə uzun müddətdir bərbad vəziyyətdə olan yol nəhayət bərpa edilib. Təxminən 3 kilometrə yaxın ərazini əhatə edən yolun yararsız olması sakinlər üçün ciddi çətinliklər yaradırdı. Xüsusilə məktəblilərin dərsə giriş-gəlişi çətinləşmiş, yağışlı havalarda isə vəziyyət daha da ağırlaşmışdı. Məsələ ilə bağlı görülən tədbirlər nəticəsində yol əsaslı şəkildə təmir olunub. İşlər Ağcabədi Bələdiyyəsi tərəfindən daxili vəsait hesabına həyata keçirilib. Bələdiyyə sədri İsmail Rəspovun təşəbbüsü ilə aparılan təmir işləri qısa müddətdə yekunlaşıb. Hörmətli izləyicilər, hal-hazırda gördüyünüz Ağcabədi rayon mərkəzi küçələrindən birindəyik. Şəhid Nicat Cabbarov küçəsindəyik. Dəyərli izləyicilər, bunu xatırlatmaq istəyirəm ki, Şəhid Nicat Cabbarov küçəsi Ağcabədi rayon mərkəzi küçələrindən biridir. Böyük bir küçədir. Uzunluğu 3 kilometrdən çoxdur. Dəyərli izləyicilər, yağış qar yağanda bu küçə sakinləri əziyyət çəkir. Uşaqlar məktəbə gedib gələ bilmirdi. Palçığa qara batırdı. Sağ olsun, Ağcabədi şəhər bələdiyyəsinin daxili hesabına bu yollar bərpa olundu. Biz də Kanal 21 ailəsi adından, Ağcabədi rayon sakinləri adından, küçə sakinləri adından İsmail müəllimə öz təşəkkürümüzü bildirir. Allah dövlətimizi qorusun, millətimizi qorusun, bayramımız olsun. Bir daha əziyyət çəkən hər bir şəxsə öz təşəkkürümüzü bildiririk. Mən Məhəmməd Bayramov Quloğlu, Ağcabədi rayon sakini. Nicat Cabbarov adına küçədə yaşayırıq. Yollarımız bərbad gündəyir, uşaqlarımız dərsə gedib gələ bilmirdi. Allah kömək olsun bütün əlaqədə təşkilatlardan, başçımızdan, başçı İsmail müəllimdən. Allah köməkləri olsun, bələdiyyə işçiləri, hamısı gözəl işlər gördülər. Çox sağ ol, Allah kömək olsun. Qar oldu, yağış oldu, bir uşaqlar gedə bilmir, heç nə gedə bilmir. Qalıb evdə. Çox razıyıq. Günlük olsa asfaltda olsa, o asfaltda görək. İnşallah. Balası qurum tərəfindən düzəlir bu yollar. Ağcabədi Bələdiyyə. Bələdiyyə şöbəsindən. İsmail müəllim sağ olsun, Allah kömək olsun. Çox sağ olun. Allah sizlərə dəyməsin. Sağ olun. Razı olsun, sağ olun. Razı olsun. Hazırda küçədə nəqliyyatın hərəkəti və piyadaların gediş-gəlişi üçün normal şərait yaradılıb. Sakinlər görülən işləri müsbət qiymətləndirərək problemlərin həllinə görə minnətdarlıqlarını bildiriblər.